80-də B. Rusiya Qara dənizdə donanma saxlamaq hüququndan məhrum edir. Krım düzdür. 81. Londonda keçirilən beynəlxalq konfransda Hərbi donanma saxlamaq hüququnu bərpa etdi. Londonda, bəli, düzdür. 82. baxıram. D. Bəli. Hürrəmlər ərəblərə, Tayfinlər kimə qarşı idi? Çində olan Bəli, düzdür. Böyük 80. Britaniyanın ilk dominionu hansıydı? Əslində 1867-ci ildə onun bir dominionu var idi. O kim idi? İlk dominion. 67-də Kanada. Bəli, Kanada. 1910-da da Cənubi Afrikadır. Bax, görürsən, burada həm Cənubi Afrikanı verib, həm də Kanadanı verib. Hindistan onun müstəmləkəsidir. Dominion söhbəti yox idi orada. Onda deməli 2 olacaq cavab. Kanada. 84. Birinci Balkan müharibəsi nəticəsində Osmanlı Balkan yarımadasında torpaqlar itirdi. Bəli, birincidə itirir. 85. Respublika bərpa edildi. 1848-52 orada respublikadır. 52-dən sonra isə dəyişir idarə etmə. Monarxiya. Bəli, monarxiya olur. 52-dən 70-ə qədər. 71-dən təzədən bir də respublika olacaq. Müharibədəki uduzur. Yəni respublika 48-52-dir də. 1848-52 bir yerdə saxla. 86. Avropada. Bu imtahana düşür. Fransa. Tilsit sülhünə görə Qərbi Avropada işğallardan bu nə idi? Tanınan Fransa, bəli. Fransa. 4. Bəli, 4. Digərləri nədir bəs? 1, 3, 2, 5. 3 İspaniyadır. Xəritə çox pisdir, görəmirəm tam. Bir də Belə təxmin edirik də İspaniya. 5 İtaliyadır. Aşırı pis kalitəsi. 87. 19-cu yüzilliyin ortalarında Çinin Hindistandan fərqli cəhəti dəqiqə. Yarım müstəmləkəyə çevrilməsi. Bəli, Hindistan tam müstəmləkə idi. Çin böyük idi, ya bölmüşdülər də, yarım müstəmləkə idi. 88. İngilis-Bur müharibəsinin nəticəsi. İngilislər bütün Afrikanın işğalını başa düşdü. A-dır. Bütün Afrika ingilislərdə ola bilməz axı. Çünki orada Fransanın ağalığı var idi. Onda Cənubi Afrikanın işğalı. Bəli, Cənubi Afrikanın işğalını baş çatdırmış olar. Bəli. Növbətindir. Cənubi, bir dəqiqə. C. Boruların Cənubi Afrikanın ələ keçirmək cəhdidir. Bəli. Bir dəqiqə dayan. Yox, borular heç yaranı tutmaq istəmir. Sadəcə onlar İngiltərənin azadlığın hakimiyyəti altından azad olmaq istəyirlər. İngiltərənin öz müstəmləkələrini genişləndirmək cəhdi olacaq. Bəli. 90. Sedan döyüşünün nəticəsində Fransada Sedan,
Sedanda Louis Napolyon uduzur. Onda uduzursa İkinci imperiya quruldu. Uduzur respublika qurulur axı. İmperiya qurulmuşdu artıq. 52-dən 71-ə qədər imperiya idi. Respublika qurulur bu dəfə. Artıq neçənci respublika olur? 3. Yox, ikinci respublika. Birinci respublika 1792-dədir. Sonra 1804-dən 14-ə qədər imperiyadır. Sonra Napolyon gedir, İyul monarxiyası filan olur. Burbonların hakimiyyəti bərpa olunur. Daha sonra 30-48 İyul monarxiyası olur. 48-52 olur respublika. 52-dən 71-ə qədər olur növbəti imperiya. 71-dən sonra isə yenidən nə olur? Respublika olur. Bizdən nə soruşdu? Sedan döyüşünün nəticəsində Fransa respublika olur. İkinci dəfə respublika olur. Hə, Varmı elə cavab? tamam. İkinci imperiya. Üçüncü respublika yazıb bura. Üçüncü yazıb. Onda 48-52. Necə üçüncü olar? Onda Onda və ikinci 92-də birinci respublikadır. Hə da, 92-də birinci respublikadır. 48-52-ci il ikinci respublikadır. 71-də də 3-dür. Hə, düzdür. hə, Əslində saymışdım bunların hamısını. Sadəcə niyə orada qaldıq bilmirəm. Yaxşı, 91-dən kim oxuyur? mən oxuyuram yenə Hə, 95-ə sən kimi. oxuyursan. Aha, tamam. 19-cu əsrin birinci yarısında ABŞ-ın tarixinə aid deyil. Yəni 1850-lərə qədər. Konstitusiyanın qəbulu Bəli, konstitusiya nə vaxt qəbul olunmuşdu? 60 1700 89 7-də. 89-da 87 ilk prezident seçkiləri keçirilmişdi. hə, 92 bəli. ABŞ-ın iqtisadiyyatı üçün bir və 3 20-ci əsr ABŞ-ın iqtisadiyyatı üçün xarakterikdir. Bir dəqiqə bir oxuya bilmirəm. Sənaye istehsalının həcminə görə dünyada birinci yer, bəli 20-ci əsrdə birinci yerdədir. 3 gömrük islahatı da o da Woodrow Wilsonun dövründədir. Bəli, 1-3-dür. bəli. Kapital ixracına görə birinci yerdə hansı ölkə idi həmin dövrdə 92-də? Almaniya, Yox, İngiltərədir birinci yerdə kapitala görə. hə, Almaniya sənayeyə görə ABŞ-dan sonra ikinci yerdədir. bəli. Hı -hı. İmperiya yaranmış yeni Osmanlılar cəmiyyətinin məqsədi Hı -hı. ölkəni konstitusiyalı monarxiyaya çevirmək. Bəli, onlar imperator, yəni sultanla loyal qarşılayırdılar, amma konstitusiyanın bərpa olmağını istəyirdilər. Bəli. Gənc türklərin əsas tələbi ölkəni konstitusiyanı bərpa etmək. Bəli, 76-cı ildə konstitusiyanın parlamenti falan ləğv etmişdi axı 2-ci Əbdülhəmid. Çünki ondan Hə, hesabat istəmişdilər ki, niyə uduzdun müharibədə. Gənc türklər də istəyirdi bəli. ki, həmin konstitusiyanı bərpa etsin. 95. Çinin yarımüstəmləkəyə çevrilməsinin başlanğıcı qoyulduğu Birinci Tiryək müharibəsi nəticəsində. Bəli. Hə, Düzdür. bitdi məndə. Aha, 96-dan kim oxuyur? Natiq. Natiq oxu görək.
Deməli deyir ki, Çində İngiltərə ekstraoliyanlıq hüququ verildi. Bu Nankin müqaviləsinə görə idi, deməli. Pekin, Nankin, Pekin. Orada Bəli, çünki ingilislərə verildi bu hüquq. bəli, düzdür. 97. Nankin hansı müharibənin sonunda imzalanmışdı? O Neçənci Tirek Dünya müharibəsi? müharibəsinin sonunda da. Yox, Yox, yox. ikinci Tirek. İkinci Birinci Tirek. Birincidə Nankindir, ikincidə Pekindir. Bəli. Onda 42-də Nankindir, 60-da da Pekindir elə. Çünki ikinci Tirek 56-60-dadır. 97. Qadınlara kişilərlə bərabər hüquq verilmişdi. Mən bu taypinlərdi 50-64. Hı Ona -hı. görə C variantı götürəcəyim. 98. Çinlə İngiltərə arasında bağlanmış Nankin müqaviləsinə görə deməli bərabər hüquqlu müqavilə imzalanmış oldu. Səhvdir. Bu deyirik ki, taypindədir. Hong Kong ABŞ-a verilir, ABŞ-a verilmir. Daxili bazar Qərbi Avropa ölkələrinə üzümə bağlandı. Səhvdir. Çin İngiltərəyə təzminat ödəməli idi. Hə, bu düzdür. Nankində, yəni Bəli. birinci Tirek müharibəsinə var idi bu. İkisində də təzminat var. Həm Nankində, həm Pekində, yadda saxlayın. Hər iki Tirek müharibəsində təzminat var. Bəli. Sonra 1911-1913-cü illərdə Çin inqilabı əsas nəticəsindən biri. 11-13-də deyirik ki, mənim Çin inqilabının əsas nəticəsi Çin prezidenti Respublika elan edildi də. Bəli, Yaponiya doğru. konstitusiya monarxi olaraq qaldı, amma Çin Respublika elan edilir. Prezidentli Sonra respublika. bəli, Hı -hı. Sipahilər üsyanının nəticəsindən biridir. Deməli deyirik ki, Sipahilər üsyanının nəticəsində Böyük Moğol dövlətinə rəsmən son qoyulur. Sipahilərdə bəli, bəli. Hı -hı. Ondan sonra 101 oxuyun. Sipahilər üsyanının başlamasının səbəblərindən biri Hindistan ilə dövlətlər arasında bölüşdürmə siyasəti əlaqəsi yoxdur. Aud knyazına Ostinin İngiltərə ilə idi. Bu sipahilər dəxsi yoxdur. Hindlərin zorla xristianlaşdırıldığı barədə yayılan xəbərlər. Müəllim, buna görə başlayırdı elə müharibə. Bəli. Sonra birinci Tirek müharibəsinin nəticələrindən biridir. Deməli, müəllim, Tayyipin dövləti süquta uğradı. Bu birinci Tirekdə nəticələrin aid deyil. Çin müstəmləkəyə çevrildi. Çin müstəmləkəyə çevrilmir birinci Tirekdə. Çində Mancur ağalığına son qoyulur. Mən burada məncə Çinin yarım müstəmləkəyə çevrilməsinin başlanğıcı qoydum. Müstəmləkə yox, yarım müstəmləkəyə çevrilir. Bəli. Ondan sonra 103 ikinci Tirek Çin üçün nəticəsi. Burada ölkəyə tiryək gətirilməsi qadağan edilmir, çünki açıq-aşkar satılırdı məncə. Hı -hı. Burada məncə EOla qeyri-bərabər hüquqlu müqavilələr imzalandı. Bəli, E variantı. düzdür. Çinin 19-cu əsr 50-ci illərin ikinci yarısına tarixinə aiddir. Burada taypinlər hərəkəti 64. Hansını oxuyursan? Necə müəllim? Neçəncini oxuyurdun? 104. Nə dedin 104-də? 104-də taypin. Amma taypinlər ikinci yarısı deyil də. Buna məncə ikinci Tirek müharibəsini götürərik. Təhsillər Məncə belə elədik. 50-64-dür. 1850-64. 50-nin ikinci yarısı deyil. İkinci Tirek 56-60-dır. Deməli, ikinci yarısına ikinci Tirek düşür. Təhsillər ortasında başlayıb tam. 105. 105, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Yaponiya ilə Almaniya dövlət quruluşunda oxşarlıq. Deməli, bunların Yaponiyada da imperator olur 19-cu əsrin sonunda. Bəli. Yox, 20-ci əsrin əvvəllərində olur, Hı deyəsən. -hı. 19-cu əsrin sonra 20-ci əsrin əvvəllərində. Hə, daha Yaponiyada da imperator olur, Almaniyada da. Ona görə elə imperator olmaqlarını götürərik başlarında. Hı -hı.
Bitdimi sənin oxuduğun? Tannenburg döyüşünün nəticəsi Tannenburg deyəsən müəllim 95-dən başladım da. 95-dən mi? Hə, 110-a qədər düzdür. oxumalıyam. Aha, oxu. Tannenburg döyüşündə Tannenburgda deyilir ki, ruslar ağır məğlubiyyətə uğradılar. Elə A variantı olur. Bəli. 107 Schlieffen planı nəzərdə tutulurdu. Deyirdi ki, mən bu Almaniyanın planı idi da deyəsən, Fransanı qısa müddət ərzində məğlub etmək. Aha. Yoxsa Fransa və Rusiyaya müharibə qarşı. edir. İtaliyaya qarşı deyil axı Şlifin. Yox, o İtaliya demədim ki, müəllim, Fransa dedim. Hə, B-dir, B. Bəli. 1915-ci il hərbi əməliyyatların gedişində Almaniya və onun müttəfiqlərinin başlıca səbəbi burada Məqsəd. başlıca səbəbə Məqsədi. məqsəd Almaniya ümumiyyətlə istəyirdi ki, Rusiyanı məğlub eləsin və onu müharibədən çıxarsın da. Elə Bəli. olacaq. Mhm. Sonra böyük dəyənək Monroe və açıq qapı siyasətini verib. İndi uyğunluq deyil, gözlənilmişdi. Düz olanı götürəcəyik də burada. Deməli, bu böyük dəyənək üçdür. Bunu verib Latın Amerikasına. Bu düzdür. Monroe doktrinası ABŞ-a verib. Monroe ABŞ-da deyil axı müəllim. Monroe ABŞ-dadır. ABŞ-dadır. Mhm. Yox, Yaponiyaya verib buradan. Yaponiyanın ABŞ arasında. O da Yaponiyaya aid deyil. Səhv də, hə. İki səhv Bəli. oldu. İki Deməli, bir dənə səhvdir. 3 İkilər götürsələr gedəndən ki, sonra bəli. indi 3 düzdürsə, onda 2 ya getdi. C-dir, ya D-dir. 4-ə bax. 4-ə baxın, get müqaviləsi İngiltərənin ABŞ. Elə müəllim düzdür, bu get müqaviləsi İngiltərənin ABŞ arasında olur onsuz. Bəli, 3-4. doğru. Mhm. 110. Bunu da oxuyum. Bəli. Deməli, burada deyir ki, oxşarlıq. Navarin və Trafalgar döyüşlərinə aid oxşarlıq. Dəniz döyüşləri olmasa olar. Çünki ruslar qalib gəlmir, fransızlar burada yoxdur, yəni məğlub olmur. Yox, məğlub olmur. Elə A Dəniz olur döyüşləri. ancaq. Bəli, 116. Sadəcə Navarin neçənci ildədir, bilirsənmi? Osmanlıya qarşı eləmişdi. 1827-ci ildə idi. 19 İngiltərə, Fransa, Rusiya hamısı birləşib Osmanlı ilə döyüşmüşdülər ki, Yunanıstana müstəmləkələrinə muxtariyyət versin, amma Osmanlı uduzmuşdu həmin döyüşdə. Sonra da 1828-29-cu illər Rusiya ilə Osmanlı müharibəsi başlayır, Ədirnə sülhü ilə imzalanır, nəticələnir. Orada da Osmanlı söz verir ki, Yunanıstana müstəqillik verəcək, Moldovalar Serbiyaya da muxtariyyət verir. Yəni Osmanlının mülklərini bölmək üçün idi. Trafalgar bilərsən də yəqin ki. Trafalgar nə vaxtdır? Olan illi yadımdan Napolyon. onu təkrar. Napolyon İngiltərə ilə döyüşdüdür. 1804. 1805-dir. 1805. Yaxşı, 111-dən kim oxuyur? Mətləb oxuyur. Mətləb oxu görək. Mətləb var mı uşaqlar burada? Bu qara profil deyəsən mətləbdir. Hə, mətləb oxu görək 111-dən. oxuyuram da və Bəli. Trafalgar və döyüşlərinə aid oxşar cəhət Fransa məğlub olması, müttəfiqlər qalibinin dəniz döyüşü olması. Mən burada Fransa məğlub olması ola bilər, ikisində də Fransa uduzur. Bəli, 1805-də Trafalgarda uduzur, bir də 100 günlük hakimiyyət başa çatandan sonra da Waterloo-da uduzur. Sonra 112, 19-cu əsrin ikinci yarısında Respublika İdarə Üsulunun qurulduğu dövlət Almaniya idi da bu Respublikaya keçirdi. Almaniya 3 idi də mənim burada xəritədə. Bir dəqiqə, 19-cu əsrin ikinci yarısı. Bəli. Almaniya Respublika olmur axı 19-un ikinci Mənim yarısında. Çin deyil bura. Çin demir. Deməli, burada olacaq. Elə Almaniya Çin yoxdur mənim bu. burada. Fransadır.
Tam Çin var. Çin deyil ki, Ay baba, 1 İspaniyadır, 3 Fransadır, 2 Böyük Britaniyadır. Xəritədə Çin yoxdur. 5 Osmanlıdır, 4 də Rusiyadır. Nə deyirdin Mətləb, sən nə dedin? Mən Almaniya demişdim mən. Almaniya deyil, Fransadır respublika olan. 48-52-ci ildə Louis Napolyon. 3 Bəli. olacaq cavab. Rusiya xarici nə olacaq? 3. Bəli. 19-un ikinci yarısında respublika olan Fransadır. Fransada 3-dədir. Rusiyanın xarici siyasətində əsas yer tutan şərq məsələsinə aiddir. Osmanlı dövləti ərazisinin bölüşdürülməsi, Baltik dənizində çıxış əldə edilməsi, 1-ci Pavel tərəfindən hazırlanması, 19-cu əsrdə hazırlanması, Qırım müharibənin çatışması. Rusiyanın xarici siyasətində əsas yer tutan şərq məsələsinə. Şərq məsələsində Osmanlı torpaqları bölünmürdü. Deyir ki, bir tərəf İtaliya, Bəli. bir tərəf Fransa ilə bölünəcək Yunanistana. Hı. 19-cu əsrin ikinci yarısında Kokand xanlığı və Buxara əmirliyinə aid olan ümumi cəhət. İndi bu mən bu sizdən soruşmuşdum bir dəfə bunu. Dedim bunlar hardadır? Dediniz bu səhifədə. Bəli. Burada indi İngiltərə siyasi təsirinə düşmüşdülər. Qırım üstünə iştirak edir. Dövlət müstəqilliyi Rusiyanın tərəfindən daxil edir. Qaçar tərəfindən əsası. Mən burada dövlət müstəqilliyini itirən Rusiyanın tərkibinə daxil edildilər onlarda. Çünki daxili müstəqilliyi itirdilər də Rusiyanın tərkibinə qatılırdı. Düzdür. Bəli. 115 Rusiya 1721-ci ildə Almaniya 1871-ci il tarixinə aid oxşarlıq. Rusiya 1720, Almaniya 1871. Pyotr qalib gəlir. 1721-də ölkəni nə elan edir? İsveçrə qalib gələndən sonra. İmperiya. Bəli, imperiya. Almaniyada 71-də imperiya şəklində birləşir. olması olar. Müharibə qurtarandan sonra Almaniya respublika olur. Weimar Respublikası 1-ci dünyadan sonra. Bəli, Rusiyanın bu oxudu. 19-cu əsrin ikinci yarısında Amerika konstitusiya edilmiş düzəlişə görə dəlli vətəndaşlar üçün adalı verildi, qurdarlar edildi. Konstitusiya haqqında qanun qəbul edildi. Afro-Amerikalı ağalığa eyni mülki siyasi hüquqlar əldə edildi və eyni hüquqlar verildi. Ağ dərlilərin problemi yoxdur. Qara dərli olsaydı yenə Nə olacaq onda? quldarlıq ləğv edilmirdi. Mən burada deyə ola bilər Afro-Amerikalılarla ağalılar eyni mülki və siyasi hüquqları əldə etmələri. Qaralara hüquq verirdilər də. Bəli, quldarlıq 1862-də ləğv olunur. Amma konstitusiyaya görə onlara hüquqlar verilir və 66-da əlavə olunmuş dəyişikliyə görə. Düzdür. Bəli. Amerikada Abraham Lincoln prezidentlik dövrünə aiddir. Vətəndaş müharibəsinin başlanması, böyük dəyənək siyasəti, İngiltərə Amerika müstəqilliyinin tanınması, ikinci istiqlaliyyət müharibəsinin başlanması, Kent müqaviləsinə bağlanması. Abraham Lincoln böyük dəyənək siyasəti deyildi onun əsas şeyi. Böyük dəyənək Lincolnda yoxdur axı. Lincoln Roosevelt'dədir. Vətəndaş müharibəsi olardı. Böyük dəyənək Roosevelt'dədir. Bəli, vətəndaş müharibəsi olur da şimalla cənub arasında. Quldarlığın ləğv olunması uğrunda. Axırda da quldarlığı ləğv edir Lincoln. Amerikada Theodore Roosevelt'in hakimiyyət dövrünə aiddir. Marshall planının qəbul edilməsi, dövlət iqtisadiyyatı tənzim siyasi əldə edilməsi, trestlər əleyhinə qanun qəbul edilməsi, Trafalgar qanun qəbul edilməsi, Oltay və əhvalatının baş verməsi. Amerikada Theodore Roosevelt'də Marshall planının qəbul edilməsi. Mən burada nə ola bilər burada? Bayaq dedim əslində onu. Marshall planına qəbul, bayaq dedim, trestlər əleyhinə qanun. Bəli, trestlər əleyhinə qanun onun dövründədir. Və Yaponiyanın 1980-cı illər tarixi üçün səciyyəvidir. İlk konstitusiyanın qəbul edilməsi, ilk inqilabın başlaması, vətəndaş müharibəsinin baş verməsi, sipahilər üsyanının baş verməsi, imperator hakimiyyətinin bərpa olunması. Burada indi 1980-ci illəri. Yaponiyada konstitusiya qəbul edilmirdi Rusiyanın müharibədən sonra. Rusiya müharibəsi 1945-dir.
O burjua inqilabıdır. 1868-ci ildə. Ondan bir Bəli, xeyli o gün. sonra da konstitusiya qəbul olunur. Ölkə konstitusiya monarxiya olur. 120, Bəli. 120. 19-cu ikinci yarısı Yaponiyada sosial, iqtisadi və idarəetmə sahələrinə həyata keçirilməsi tədbirlərinə aiddir. İlk konstitusiyanın qəbul edilməsi, Soyuqluğun rejimi süqutu, ilk qadın pedaqoji məktəbi açılması, knyazlığın ləğv edilməsi, pul sistemi keçirilməsi. Yaponiyada sosial, iqtisadi, idarəetmə sahəsinə aid deyil. Aid olmayanı deyir də burada. Yəni sosial-iqtisadi deyil. Belə də gedə bilərsən. Pedaqoji məktəbinin açılması olar da. Bəli, bəli. Çünki məktəb mədənidir. Sosial, iqtisadi deyil. Hı hı. Təhsildir. Tamam. Səndə bitdi mi Və mətləb? deməli neçədən başlamışdım? 111-dən. Hə? Yaxşı oxu görək. Bəli. İstəyirsən mən başqası olsun da dediniz ki, bəs belə. Yox, oxu da. Dediniz belə. Rusiyada Stolypinin aqrar islahatı nəzərdə tuturdu. Müvəqqəti mükəlləfiyyətin ləğv edilməsi, yeni nizami ordunun yaradılması, torpaq kəndlərə dövlət yardım göstərilməsi, kənd icmalarının ləğv edilməsi, kəndlərə şəxsi azadlığın verilməsi. Stolypinin aqrar islahatında Aqrar nə? icmaların ləğv edirəm mən buna. Bəli, bəli. İcmaların ləğv edilməsi. Bəli. Almaniya birləşdirmə prosesinə aid deyildi. Respublika elan edilməsi, Danimarka ilə mübarizə, Fransa ilə müharibə aparılması, Avstraliya, Sadova yaxınlığında məğlub edilməsi, Şimali Alman İttifaqının yaradılması. Almaniya birləşməsi prosesinə aid deyil deyirsə, prosesdə. Yəni birləşdiriləndə necə birləşdirilir Almaniya? Respublika olur, sonra birləşdirilir. Yox, birinci imperiya olur. Bəli. Şimali Alman İttifaqının yaradılması, Fransa ilə müharibə ola bilər burada. 123 oxuyursan, eləmi? Nəyə 122 götürdün? 122-yə nə götürdün? C. Axı birləşəndə Almaniya respublika şəklində birləşmir, imperiya şəklində birləşir. Respublika sonra olacaq, müharibədən sonra. Hə. Onda deməli A deyil də, respublika şəklində birləşmir, imperiya şəklində birləşir. 120. 19-cu əsrin ikinci yarısında Vahid Almaniya dövlətinə aid deyil. Otto Bismarckın kansler olması, Danimarka məğlub edilməsi, İtaliya ilə eyni hərbi blokada olması, konstitusiyanın qəbul olunması, Elias və Lotarciyanın ələ keçirilməsi. Vahid Almaniya dövləti deyir. Vahid Almaniya, Otto Bismarckın kansler olması, Danimarka məğlub edilməsi, İtaliya olması. Deməli, burada Danimarka məğlub edilməsi olar. Danimarka məğlub eləmir axı. Bəli. O Almaniyanın birləşməsi prosesinə aid deyil. 123-ü oxuyursan, eləmi? Bəli. Bəli, Danimarkanın məğlub edilməsi aid deyil. Bəli. 62-ci ildə Otto von Bismarck hakimiyyətə gəlir. 64-cü ildə Danimarkanın əslində məğlub eləyir. Amma bu 19-cu əsrin ikinci yarısına düşür. Hə, Almaniya dövlətinə aid deyil də, yəni dövlətdən qabaq olubdur. Deyirlər, Səfəvi dövlətinə aid deyil, belə bir suallar olur. Bəli. Ona görə, yəni 1871-dən qabaqdır. Aha, 124 oxu. Bütün Qafqazın 19-cu əsr 60-cı il tarixindən səciyyəvi cəhəti indi 1960-cı illərində olan Rusiya tərəfindən işğal başlanan müridizm başlaması, dövlət torpaqlarının kəndlərə pulsuz paylaması, güclü dövlət imamətin yaradılması, güclü xalqların Rusiyanın təşkilına daxil olması. İndi deməli 60-cı illər payda belə sual olar. Burada Rusiya işğalın başa çatması olar. Ola bilər belə. Bəli, bəli, Ruslar işğalını başa çatdırır. Bəli. Sonra əməl bitdi də məndə. 1925 tarix.
19-cu əsrin ikinci yarısında Rusiya və Yaponiya üçün ümumincə ilk parlamentin çağırılması, burjuva inqilabın baş verməsi, monarxiyanın devrilməsi, burjuva islahat keçirilməsi, ilk konstitusiyanın qəbul edilməsi. Rusiya və Yaponiya üçün ümumi cəhət ikisinə də aid olan, yəni burjuva onlarda bayaqlar dedik burjuva ilə. Bəli, bu islahatlar çünki 2-ci Aleksandr 1861-də təhkimçiliyi filan ləğv eləyib. Yaponiyada da Bəli. 1868-də burjuva inqilabı olur, sonra da burjuva islahatları keçirilir. Düzdür, ikisində də burjuva Bəli. islahatıdır. Aha, 26-dan kim oxuyur? Nuray. Nuray oxu görək. Eee, 1805-ci il Trafalgar dəniz vuruşmasına məğlub edilmiş dövlət. Trafalgar dəniz vuruşmasında məğlub edilmiş dövlət. Aha, Fransanın kimə gücü çatmadı? Almaniya 1800 oda bilmir. Rusiya. kimə? Eşitmədim. Mən Fransa məğlub Rusiya. olmayıb. Fransanın gücü çatmır da İngiltərəyə. Adam Dörd məğlub il- olub. Bəli, məğlub oldu. Birdir. İngiltərə, uşaqlar. Hı, Bir düzdür, deyil. düzdür. Hə, məğlub olmuş, düzdür, birdir. Daha Buyurun, əvvəl başlayalım. olmuşdur. Britaniyada ilk Labourist hökumətinin yaradılması, ABŞ-da ilk prezident seçkilərinin keçirilməsi, Fransada birinci imperiyanın yaradılması, Rusiya monarxiyanın devrilməsi, Hindistanda Respublika sürüdərəsinin yaradılması. Labourist yox. Fransa birinci imperiyanın, Rusiyada monarxiyanın devrilməsi. ABŞ-da ilk prezident seçkiləri Bəli, o daha əvvəldir. 89 Çünki 1789-dadır. Böyük Britaniyada ilk Labourist hökuməti nə vaxt idi? müəllim 1924-29-larda da Labouristlərin gəlməsi. bəli, bəli. İkinci 29-dadır, birinci də 24-də. Bəs Fransada birinci imperiya Napoleonlandır. Napoleonun imperator olmağı nə vaxt idi? 1804, 14. 4-14. Rusiyada monarxiyanın verilməsi 1917, fevral burjuva inqilabı. Hindistanda Respublika üsul dairəsinin yaranması da o 1950-lərdədir. Daha sonradır. 28. Yaponiyada ilk konstitusiya üzrlü sayın. Konstitusiya qəbul edilməsi, Azərbaycanda ilk milli partiyanın yaradılması, Çində Birləşmiş İttifaqın yaradılması, Hindistan Milli Konqresinin yaradılması, Rusiyanın Danimarkanı məğlub etməsi. Daha əvvəl olmuşdur. Burada 7. Bəli, Danimarka. İndi illər var da. Demək ki, Yaponiyada ilk konstitusiya 1889-dur. Azərbaycanda ilk milli partiya 1905-dir. Çində Birləşmiş Bəli. İttifaq 1905-dir. Hindistanda Milli Konqres 1883-dür. Rusiyanın Danimarkanı məğlub etməsi isə 1864-dür. 62-də Otto von Bismarck gəlir idarəçiliyə. 64-də isə Danimarkanı məğlub edir və Şlezvig-Holşteyni alır onlardan. Deməli, daha əvvəl olan 7. 130, daha doğrusu 129. 20-ci əsrin əvvəllərində iqtisadi inkişafında aşağıdakı xüsusiyyətlərin olduğu ölkə, sənaye istehsalının həcminə görə dünyada birinci yerdə olması ABŞ-dır da müəllim. Bəli. 130. 14-cü ildə imzalanmış Gent müqaviləsinin nəticəsi İngiltərə ABŞ-ın Cənub Ştatlarına maliyyə yardım göstərdi. İngiltərə ABŞ-a öz müstəmləkəsi kimi baxmaq iddiasından əl çəkdi. İspaniyaya qarşı
Blokaratda İngiltərə fənaliyi yox. Bu Amerikada 2-ci Müəllim, istiqlaliyyət bu müharibəsidir. iddiadan əl çəkmə idi də, ABŞ-a öz müstəmləkəsi kimi baxmaqdan. Bəli, əl Gent çəkib. müqaviləsi Birinci nəticəsində. istiqlaliyyət müharibəsi 1775-83-dədir. Burada ikinci isə 1812-14-dədir. Burada artıq İngiltərə əl çəkir Amerikaya müstəmləkə kimi baxmaqdan. Bəli. Hı -hı. 61 və 65-ci illər ABŞ-da vətəndaş müharibəsi nəticəsində şərti quruldu. Ölkədə iki hakimiyyətliyə son qoyulurdu da müəllim. Hakimiyyətliyə son qoyulur. Ölkənin şimalında quldarlıq 31 oxuyursan elə? Bəli. Ölkənin Çünki şimalında quldarlıq vətəndaş ləğv müharibəsi olundu. nəticəsində deyir. Bir dəqiqə. Hakimiyyətli idi də. Çünki müharibə başlayanda onlar ayrılıb öz konfederasiyalarını yaratmışdılar. Bəli, onlar. Bəli, bəli. 32. İkinci Balkan müharibəsi başlandı. Yalnız Antanta dövlətləri arasındakı narazılıq səbəbindən adı Antanta dövlətləri, Balkan başla. Axı Balkan müharibəsi 1813-cü ildədir, elə ikinci Balkan müharibəsi. dəqiq Deyilmi? onda Orada Ədəbiyyat birinci Balkanda Osmanlı uduzur. İkincidə Bolqarıstanı təkləyirlər, təzədən bir də başlayır. Məsələn, İkinci neçənci Balkan. də başlamışdı? Dedik 1913-dədir elə. Yaranmış narazılıq. Burada olacaq. Çünki Cıdır da. yox, Y variantı olacaq. Niyə? İlk 10 illiyi deyil axı 1913, ikinci 10 illikdir. İlk 10 illik 10-a qədərdir. İkinci 10 illik, 13 ikinci 10 illikdir. Deməli, işğal edilmiş ərazilərdə bölüşdürülməsinə yaranmış narazılıq nəticəsində olacaq. Çünki orada nəsə Bolqarıstanın əlində olan torpaqlardan digərləri narazı olur. Ona görə Bolqarıstan demişdi, təkləyirdi. Rumıniya daxil olmuşdu, yadınızdadır müharibəyə. Osmanlı yerini dəyişir, Bolqarıstan təklənir, ikinci Balkan. Aha, 133 oxu. Birinci Balkan müharibəsi deyir, Osmanlı məğlub olması, İngiltərə məğlub olması, Rumıniya məğlub olması, Osmanlı dövlətinin ərazisinin genişləndirilməsi, Balkan İttifaqının məğlub olması. Birinci Balkan 1912-dədir. bəli, o birisi də 13-dədir. Osmanlı məğlub olurdu da birinci Bəli, Balkanda. Osmanlı məğlub olur, Ədirnəni və Avropada torpaqlarını itirir. 12-ci ildə Rusiya ilə Osmanlı dövləti arasında imzalanmış müqavilə nəticəsində İngiltərəyə qarşı koalisiyaya əsas qoyuldu. Rus tacirləri Osmanlı dövlətinə gömrüksüz ticarət etmək hüququ aldı. Rusiya Balkanlar öz sistemlərinin Dunay çayında hərəkətinə icazə verildi. Osmanlı dövləti müqəddəs ittifaqa daxil oldu. 12-ci ildə Rusiya ilə Osmanlı arasında hansı müqavilə idi müəllim? Buxarest müqaviləsi. Hə. Bu Rus gəmilərinin Dunar çayında hərəkətinə icazə verilməsi deyil. Bəli, odur. Və belə idi. Osmanlılar Rusiyanın Qafqazda qalığını da tanımışdı. Azərbaycan tarixində belə keçmişdik. Bəli. Dunayda da üzürdü. Moldova və Valaxiya Osmanlıda qalır. Bessarabiya Rusiyaya verilmişdi. Belə idi müqavilənin şərti. 135. 77 və 78-ci il Rusiya-Osmanlı müharibəsi nəticəsində Rusiya kontinental müharibəyə qoşuldu. Qaradəniz Rusiyanın verildi. Müqəddəs ittifaq yarandı. Rumıniya müstəqillik əldə etdi. Rusiya imperiyasının tərkibində Polşa hökumətləri yaradıldı. 77 və 78 Rusiya-Osmanlı müharibəsi. Orada bilirsən, bir-iki dənə nəticəsini göstəriblər. San Stefano sülhü imzalanır 78-də. Nəticədə bir-iki əraziyə müstəqillik verilmişdi.
Rumıniyanın Rumıniya, onda Rumıniya və müstəqillik. Bolqarıstana müstəqillik verilir. Bu San Stefanonun əvvəl geniş verirdilər şərtlərini, indi qısa veriblər. Sonra Berlin imzalanır. Berlində artıq böyük dövlətlər görürlər Rusiya çox güclənir, başlayırlar işə qarışmağa və 78-də imzalanır və ona əsasən Bolqarıstanı falan bölmüşdülər, yadınızdadırmı? Kipri İngiltərə götürür icarəyə. 135. Neçəyə qədər oxuyursan sən Nuray? 40-a 140. qədər yəni. Aha, tamam 140-a kimi oxu. Austerlitz və Waterloo döyüşlərinin ümumi cəhəti İngiltərə tarixi ilə bağlı olmaları, Almaniyanın birləşdirilməsi önündə olmaları, Prusiya qoşunlarının məğlub olmaları, Fransa tarixi ilə bağlı müttəfiqlərin məğlub olmaları. Waterloo bu məsələn Fransaya aid bir şeydir də Bəli, müəllim. Napoleon döyüşləridir. Hə, Waterloo-da Napoleon uduzur, Austerlitz-də qalib gəlir. İkisi də Fransa tarixi ilə bağlıdır. hı. Krım müharibəsindən fərqli olaraq Şimal müharibəsi nəticəsində Rusiya məğlub olaraq bir sıra əraziləri itirdi, qalib gəlir Baltikdə əldə etdi, qalib gəlir Qaradənizə çıxış əldə etdi, qalib gəlir Osmanlı İttifaq bağladı. Şimal müharibəsində Osmanlı ilə ittifaq bağlayırdı amma yox. Krım müharibəsindən fərqli olaraq Şimal müharibəsi nəticəsində Rusiya. Şimalda Mən heç bir dərs tərəfi. alıb bitirəcəm. Oxuyuruq da mətləb nə istəyirsən? Heç zaman Gör nə deyim, qədər Bir hərəkət dəqiqə. var. 260 neçə dənədir? 268 dənə test var. konuşur. Aha, oxu de görək Nuray. Şimal müharibəsində ruslar udur. Bir dəqiqə. Krımda uduzurlar. Hə, onda Baltik dənizinə çıxış əldə edirlər də. Bəli, Baltika İsveçə qalib gəlmişdi. O Pyotr aiddir. 1700-1721. Sabah ümumi tarixdir elə bizim təkrarımız. Bəli. Aha. Sabaha vermişəm də onları. 138. Fransada 3-cü Napoleonun hakimiyyəti dövrü üçün səciyyəvi idi. O yemək göndərilməsi, sanayi çevrilişinin başa çatması, Şimali Amerikada ərazilərinin ABŞ-a satması, Fransa. Sanayi çevrilişinin başa çatması idi də müəllim. Bir dəqiqə dayan Üçüncü Nuray. Napoleon. Görüm. Kimdə səs açıqdır səndən başqa? Heç kimdə. Nəsə səs gəlir. Qıltı. Neçəni oxuyurdun? 138. 38. 3-cü Napoleon hakimiyyət dövrünə səciyyəvidir. Sənaye çevrilişinin başa çatması, bəli. Məsələn, 19-cu birinci Napoleon feodal tərəfdarı idi da. O kapitalistlərə filan icazə vermirdi hakimiyyətə gəlməyə. Amma 3-cü Napoleon kapitalistlərin tərəfdarı idi. 139. 19-cu əsrin əvvəllərində Rusiya Napoleonun Avropada apardığı işğalları təsdiq etdi. Boynu da döyüş nəticəsində Krım müharibəsinin məğlub olduğuna görə Osmanlı dövləti ilə uzun sürən müharibədən sonra Viyana Konqresinin qərarlarına əsasən Viyana deyil, Krım da deyil. Viyanada Napoleonun torpağını bölürlər. Amma burada deyir Napoleonun işğalları Osmanlı da təsdiq olunur. deyil. Borodino da deyil, eləmi? Onda nə olur? Tüzi. Bəli, Tilsit 1807-dədir də. Onu Rusiya ilə Napoleon imzalayır. Bir-birinin ağalığını tanıyırlar. Napoleon Rusiyanın şərqi Avropada, Rusiya Napoleonun qərbi Avropada. Bu imtahana düşüb neçə dəfə. Avropanı necə deyim, bir növ öz aralarında qərbində və şərqində ağalıqlarını təsdiq edirlər. 140. 19-cu əsrin əvvəllərində Rusiya Polşanın bir hissəsini ihlaq etdi. Viyana Konqresinin qərarına əsasən idi də müəllim. Bəli, düzdür. Viyanadaydı. 1815-də Napoleon imperiyasını bölürlər. Rusiyanın 19-cu əsrin ikinci yarısı tarixinə aid olan səciyyəvi cəhətini soruşur. Sənaye çevrilişinin başlaması, ilk manufakturların yaranması, azad ağaclar haqqında fərman verilməsi, təhkimçilik qaydaları məhkəməsi, bu proseslərin keçirilməsidir.
Müəllim, məncə burjua islahatlarının Bəli, keçirilməsidir. düzdür. 2-ci Aleksandrın dövrüdür. Yenə eyni sualdır. Burjua islahatları onun Yox. dövründədir. 142. Burada hərbi islahatın keçirilməsidir. Bəli, Rusiyada hərbi islahat keçirilibdir. 1874-də. Ona əsasən Pyotrdan qalma rekrut ləğv olunur və daimi ümumi hərbi mükəlləfiyyət elan olunur. Yəni hamı hər evdən əsgər götürülməli idi. Napolyon deyirdi ki, Bəli. 20 evdən bir əsgər götürülür. 143. Rus imperatoru Nikolayın hakimiyyəti dövrü üçün xarakterikdir. Rəvan xanlığının işğal edilməsi. Bax, 1-ci Aleksandrın hakimiyyət illəri neçənci illərdir? 1800 deyil, 1825-dir 1-ci Aleksandr. 25-55 1-ci Nikolaydır. İndi deyək ki, 25-55-dəki dövrdə aid olan hadisəni tap. Şəki deyil, Bakıda deyil, Gülüstanda deyil. İrəvan xanlığının işğal Bəli, edilməsi. İrəvan 27-də işğal olunur. Deməli, o Yenə aiddir Nikolay. imperatoru, bəli, 1-ci Nikolayın şeyini soruşur yenə. 25-55. Gəncə xanlığının da Birinci Rusiya-Qacar müharibəsinin başlaması, Krım müharibəsinin başa çatması, İkinci Rusiya-Qacar müharibəsinin başa çatması. Birinci Nikolayın hakimiyyəti dövrü üçündür. Ümumiyyətlə, Gəncə xanlığının ləğvi heç bir Rus-İran müharibəsinə aid deyil. Nədə Nikolaya Bəli. düşmür? Çünki Nikolay 1825-də gəlir hakimiyyətə. Gəncənin ləğvi 1804-cü ilin yanvarıdır. Nəyi götürürsən? 25-55 dedik hakimiyyət illərinə. 1-ci Nikolaya. 55-81 Aleksandr. Deyil. Hə? Birinci Rusiya deyil. Bəli. Onda ikinci. Bəli də. İkinci Rusiya Çünki Rusiya Qacar. 1826-28-dir da düşür bunun hakimiyyətinə. Hmm, Türkmənçayla bitmədi mi Bəli. 2-ci Rusiya Qacar? Yoruldun deyəsən. Bəli. 145. Rusiya imperatoru 1-ci Nikolayın hakimiyyət dövrü üçün xarakterikdir deyil. 1-ci Rusiya-Qacar müharibəsinin başa çatması, Quru xanlığının. Bu da yenə dıdır da. İndi İkinci bu Rusiya-Qacar müharibəsi. xarakterikdir. Bəli, 2-ci Rusiya Qacar müharibəsinin başlaması. 25-55-də, o da 26-da başlayır, 28-ə qədər davam edir. 1-ci Rus Qacar 1804-ün yazındadır. Başa çatması 13-dədir, Gülüstanla. Quba xanlığının işğalı 1806-dadır. O Aleksandra aiddir. Deməli, Osmanlılarla Buxarest sülhünün imzalanması da 1812-dədir. 2-ci Rusiya Qacar 26 dedik. Bakı xanlığının ləğvi nə vaxtda? 1806-da elə işğal oluna kimi. Bir dəqiqə uşaqlar, zaretkanı gətirim. Mənəm müəllim. Aha, Şəbnəm, sən oxu. 46-da qaldıq da. Bəli. 19-cu əsrin 60-cı illərində imzalanmış Pekin müqaviləsinin şərtlərinə daxildir. Çinin qalib ölkələr təzminat ödəməsi. Bəli, A. Düzdür. 47. Rusiya imperatoru Aleksandr hakimiyyəti dövrünə aiddir. İkinci Aleksandr 2-ci Aleksandr islahatçıdır. Bax, görən kimi tez islahatları yadınıza salın. Bax, hakimiyyət illərini bir də deyirəm. 1-ci Aleksandr 1801-25, 1-ci Nikolay 25-55, 2-ci Aleksandr 55-81, 3-cü Aleksandr 81-94 1800, 2-ci Nikolay 1894-1917. 2-ci Nikolayla çarizm qurtarır. onda Krım müharibəsinin başa çatması 56-dadır da, odur. Bəli, 56 düşür Aleksandra.
Deməli, onu da Nikolay başladır da. Nikolay başladır. Çünki 25-55 odur. Müharibə də 53-də başlayıb. Aleksandrda da bitir. C variant. Düzdür. Bəli. 148. Mən, Rusiyada mənim onlaynım başlayır, çıxsam olar. Saat neçədir? 10-dur. Yaxşı, çıx. Sağ olun müəllim. Sağ ol. Aha, Şəbnəm oxu görək. Rusiyada İmperator II. Aleksandr hakimiyyəti dövrünə aiddir. Yenə İslahatlardan git. Bax gör. eee, islahatlardan heç nə Yoxdur, yoxdur. bəli. Osmanlı monumenti. Müəllim, Paris sülhünün imzalanmasıdır. Bəli, Parisdə, yəni müharibənin bitməsi, Krım müharibəsinin 56. Aha, aha. ABŞ-ın 1783 və 1814-cü il tarixinə aid oxşarlıq konstitusiya ənənələr yox. Eydir müəllim. Bəli, İngiltərə ilə İngiltərə ilə 14-də Kentdir, 83-də Versaldır da. İki dənə istiqlaliyyət aha, müharibəsi var axı. Biri 1775-83-dür, biri də 1812-14-dür. İngiltərə Amerikanı tutmaq istəyəndə vuruşur onunla və tanıtdırır onlara müstəqilliyini. 150. aha. Daha əvvəl baş vermişdir. Mhm. Fransada 1-ci imperiya. Birinci imperiya 1804-dədir. Deyə bilərsən illərdən? Hayır müəllim, mən bunların hamısını məntiqlə atıram. Yəni Bax, kitabda Gilzit hansından 1807-dədir. Austerlitz 1805-dədir. Fransada 1-ci imperiya 1804-dədir. Napoleon tərəfindən kontinental blokada o 1806-da Berlinə daxil olandan sonradır. Şimali Alman İttifaqının yaradılması 1866-dadır. Almaniyada elə bir daha sonra olmuş hadisədir. Bəli, oldu. Hansını götürdük daha əvvələ? 1804-də olan Napoleon. 1-ci imperiya. Aha, bəli, C düzdür. Digərinə bax. Viyana Konqresində Rusiyanın təklifi ilə hmm, Osmanlı İmperiyasına qarşı ittifaq yaradılması. Bəli, bu situasiyaya düşübdür. Hansı Rus çarının dövrünə düşür Viyana? 1815-dir də Napoleon İmperiyasının dağılması. Əslində Viyana belədir, 14-15. Hı? Nikolaya düşmür. Bəli, Nikolaya düşür. Pavel deyil. Yox, Nikola. Nikolaya düşür. 1801, 25. Bir dəqiqə dayan, yox. Aleksandra düşür. Bəli. Sən nə demək istəyirdin? Aleksandr. 1.25 Aleksandrdır da, 25-55 Nikolaydır. Alexander deyildi də. Bəli, bəli. Mhm. 52. Viyana Konqresinin qərarına əsasən Mhm. Fransanın təzminat Bəli, ödəməsi. düzdür. 53. Bu nədir? Uyğunluğu müəyyən edin. Prinsipini 4 səhvdir. Makedoniya Açıq qapı, və Şərqi. Paris. Bəli, 4 gedir. Gəl 4 olanları çıxaq, çünki bulanlıq görünür. A gedir, B gedir, D gedir. Ya 1-3, ya 1-2. 2-yə baxanda Makedoniya və Şərqi Polşanın bir səsi Viyanaya, birinci bir dənə bir var. Bəli, bu Makedoniya və Şərqi nə deyir burada? Rumeli Rumeli, bəli. var. Osmanlı Osmanlı dövründə. dövlətinə qarşı Viyanada deyildi. Bəli, Berlindədir. Berlindədir, bəli.
Berlin Ha, bir 1878-ci ildə Paris Sülh Konfransının qərarlarını, daha doğrusu 71-ci ildə Paris Sülh Konfransının qərarlarını ləğv eləyir. Rusiya Qara dənizdə üzmək hüququ qazanır. Düz deyirəm uşaqlar? Berlin Konqresi nə vaxtı? Bax, 1853-56-cı ildə Paris 53-56 Krım müharibəsidir. 56-da Paris Sülh Konfransıdır. Parisin şərtlərini ləğv eləmək üçün 71-də London konfransı keçirilir. 1877-78 Rusiya-Türkiyə müharibəsi, Osmanlı müharibəsi, Rus-Türk müharibəsidir. Orada sonunda imzalanır San Stefano müqaviləsi. San Stefanonun şərtlərinə yenidən baxmaq üçün isə Berlin Konqresi çağırılır. Onda Berlin 78-dədir. Aysu burdasan? Səsin gəlmir Aysu. Aysu yoxdur. Yaxşı, oxu görək. Şəbnəm. uyğunluğu müəyyən edin. Birinci Dünya müharibəsində 1915-16 deməli İtaliya iştirak Nə deyib? Aysu nə dedi? Aha, oxu görək Şəbnəm. Hə. Deməli 1915-də İtaliya İşlər İttifaqını tərk etməsi bu aiddir də. 1915 bəli, düzdür, aiddir. İlk dəfə sualtı qayıqlar bu da 15-də idi. Mhm. Onda birə AB gedirsə əgər elə bir dənə variant var, nə qəşəng. D variantı. İkiyə də böldi. 16-da Çanaqqale döyüşləri, bəli. Birdən qəssabxanası, bəli. Deməli, bu 54 idi. Hə, 55. Çinin 19-cu əsrin birinci yarısı tarixi ilə bağlı verilənlərin nəticəsidir. Xarici təbəələr birinci Tirek müharibəsi də məğlub olması. Bir dəqiqə gözləyim Bəli. baxaq. Aha. Demək 16-nı tapdın. 16-nın ikinci hissəsini yoxladın. Əgər Bəli, gördün. bəli, müəllim. Nə götürmüşdün ki? Şeydir, Çanaqqala, bəli, deyək, Çanaqqala o düzdür, bir də Verdən qəssabxanası Hə, düz, 16-da. bəli. Yaxşı. 55-i görürəm. 55-ə nə götürdün? Birinci Tirek müharibəsində məğlub olmasını. Xarici təbəələrdə eksterritoriallıq, Hong Kong internasional, hə, düzdür, əsası qoyulur birinci Tirekdə, düzdür, 156. Rusiya hökmdarı 1-ci Pyotr və 1-ci Aleksandrın fəaliyyətləri üçün ümumi cəhətləri. Elə o olar da müəllim. Azərbaycan torpaqlarının işğal edilməsi uğrunda mübarizə aparmaları. Bəli, doğrudur. Çünki Aleksandr da Rus-İran müharibələrində dövrü düşür. İkinci Rus-İran müharibəsi düşür. Düzmü dedim? Üçüncüyə düşür, birinciyə? Birinciyə. İkinciyə düşür Nikolay. 1801-25 Aleksandr, 25-55 Nikolay. 57. 19-cu əsrin əvvəlləri ABŞ və Rusiya tarixi üçün tarixinə aid ümumi cəhət. 19-cu əsrin əvvəlləri ərazilərin genişləndirilməsi. Bəli, onlar çünki Amerika Luiziyananı tutmuşdu. Rusiyadakı Şimali Azərbaycanı tutur. 158. Sadova və Sedan döyüşlərinin ümumi cəhəti. Sadova ilə Sedan kimlərlə idi? Bax, Yadım Sedan döyüşü var. Napolyon uduzur orada Prusiyaya. Almanlar qalib gəlir və Alman imperiyası yaranacaq 1871-də. Sadova döyüşündə də 1866-cı ildə qalib gəlirlər Almanlar Avstriyaya.
Orada da Şimali Alman İttifaqı yaranır. Hər ikisində də Almaniya qalib gəlir də. Almaniya qalib gəlir, amma Sadova da imperiya deyildi hələ. Sadova Hə. 1866-dır. Orada hələ imperiya deyil. Onda D-dir. De nədir? Almaniyanın birləşdirməsinə mane olan dövlətlərin bəli, odur. Dedi. Rusiya hökmdarı 1-ci Pyotr və Aleksandrın fəaliyyəti üçün ümumi cəhət Mənim Pyotrda xanlıq ləğv etmə falan yox idi da. Yox, Pyotrun dövrü Səfəvilərlə paralel düşür. 1725-ə qədər olub. Amma 1608. Aleksandrda düşmür də. Aleksandr xanlığı görmür. Aleksandr bayaq dediyi Rusiya müharibələri filan. İsveçlə müharibə, Osmanlı ilə müharibə. Hələ D variantı. Bəli, çünki Buxarest sülhü düşür Aleksandra. Pyotr da 1711-də Prut sülhü imzalayıb. Siz indi gəlib tarix oxumalısınız, hə, sabaha? Bəli. Başqa dərsiniz var mı sabaha? Başqa dərsimiz bizim riyaziyyatımız var. Bir də coğrafiya var. Vay vay, coğrafiya. Coğrafiyanı bugün oxumuşdunuz da, sabah ona cavab verəriz. Aha, yaxşı, 160 oxu. Gedək. Bir kuruktor bitirək gedin. Kim qalıb oxumamış? Aysu qalıb. Aysu qalıb bir dənə. Aha, onda bəs xeyli qalır uşaqlar. Görün nə qədərdir. Davamını nə vaxt oxuyacaq bunu? Çətinləri qaldı. Bugün birinci gündür. Üçüncü gün oxuya bilərik. Yaxşı, üçüncü gün onda yadda saxlayın da bunu biraz kitabdan da göz gəzdirərsiniz, mürəkkəblərini oxuyarıq. Olar. Sən neçədə bitirəcəksən Şəbnəm? 60-da. 60-da. Aha, bunu oxu, onda 15 dənə də Aysu oxusun. Osmanlı dövlətində sultan 3-cü Səlimdən fərqli olaraq 2-ci Mahmudun hakimiyyət dövründə aydın. Mənim yaralı yerim. Səlim, de görək. Yeniçər dəstələrini ləğv edildi. Bəli, konkret Mahmud Yeniçərləri ləğv eləyir. 3-cü Səlim maaşlarını filan ləğv eləyir. Onlara 3 aydan bir verilən müavinətlər filan, islahat keçirir. Hərbi islahatlar keçirir. Mahmud isə tamamilə ləğv edir. Yaxşı. Aysu oxu görək. Oxuyum. 61-dən. Bəli. Birinci arasında 5 Napolyon Bonaparte Fransa'dan satın aldı. Bir dəqiqə. İngiltərə və İspaniya. Böyük. B'dır. Bu İngiltərənin İspaniyaya qarşı B deyirsən? Napolyon Bonaparte. D. Böyük Britaniyanın Fransa ilə müharibə aparmasından istifadə edərək Kanadanı işğal etməyə cəhd etdi. Bəli, düzdür. 19-cu əsrin ikinci yarısında Hindistan tarixi üçün səciyyəvidir. Böyük Britaniya tərəfindən ölkənin işğalının 2 və 4. Milli Konqres 85 idi. 1883. Bəli, düzdür. 83. 1-dən 4. Fransada 2-ci imperiya dövrünə uyğun gəlir. 2-ci imperiya 50-70 idi də. Bir dəqiqə düşünürəm də. 48-52 respublikadır. İkinci respublika. 52-70 də imperiyadır. İkinci imperiya. Müqəddəs İttifaqının yaranması mı? Nəyə görə ki, Fransa-Prusiya müharibəsinin başlanmasını götürmürsən? Elə Fransa-Prusiyadan sonra dağılır da imperiya. Louis Napoleon uduzur Sedanda.
əsir düşür. Hmm. 64. Fransa 2-ci imperiya. Dəqiqə. Şimali Alman İttifaqının yaradılması. Uyğun gəlir 2-ci imperiyaya. Şimali Alman İttifaqı. Şimali Alman İttifaqı 1866-dadır. Bəli, 2-ci imperiyada uyğun gəlir. Çünki 2-ci imperiya nə vaxt idi? 52-dən 52 70-ə qədər. 70-ə. 1-ci imperiya nə vaxtdır bəs? Birinci 1804-14. Bəli, 4-14 Napolyon. 65 oxu. Bəli. Fransada 2-ci imperiya mövcud olduğu illərdə Prussiya. Bir dəqiqə. Yəni Almaniya nə etmişdi? 52-70-ci illər arasında Almaniyada nə olmuşdu? Danimarkaya qarşı müharibə. Bəli, 64-də Şlezvig-Holşteyni alır Danimarkadan, düzdür. Bəli. 66. Bosniya və Hersegovinyanın idarəsinin müvəqqəti olaraq Avstriyaya verilməsi haqqında qərar çıxarılmışdır. Bir dəqiqə. Avstriyaya verilmişdir. Kiprdə İngiltərə icarəyə götürür, Qarsərdə Hambatum verilir Rusiyaya. O hansı müqavilə idi? Paris sülh Yox, konfransında. Paris 56-dadır. Orada da Qaradəniz üzmə Berlin. hüquqları. Berlindir, bəli. Hə, San Stefanodan sonra hə, Berlin 1878. Parisdən sonra hansı bəli. müqavilədə ruslar özlərinin Qaradəniz üzmək hüquqlarını bərpa etdilər? London. Bəli, London, London. düzdür. Ha, Osmanlı dövləti 20-ci əsrin ikinci 10 illiyinə aiddir. Bir dəqiqə 1920-lər gənc yox. San Stefano. Gənc sözlər 1908-dir. Hə. San Stefano 1878-dir. Bir dəqiqə. İkinci 10 illik Mudros. Mudros, bəli, 1918. Bax, ikinci 10 illik belədir, o sizi çaşdırmasın. 1901-dən 10-a qədər birinci 10 illik, 10-dan 20-yə qədər ikinci 10 illik. Mudrosda 18 Bəli. olduğuna görə ikinci 10 illiyə düşür. Ədirnə 1829-dur, bu 20-ci əsr deyil. Yunanistan da 1830-dur, o da 20-ci əsr deyil, 19-cu əsrdir. Digər? Əvvəllərində İngiltərə iqtisadi inkişaf xüsusiyyətlərinə aid deyildir. Dünyada nə yazıb bura? Nəyində birinci yer? Dünya Dünya ticarətində birinci ticarətində. yerdə olmaq. ABŞ idi da. Bəli, düzdür. Tayfinlər hərəkatı üçün səciyyəvi deyil. Dəqiqə. Demokratik Respublikanın qurulması mı? Bəli. Onlar səmavi ümumi rifah dövləti istəyirdilər. Bəli. Verilənlərin hər ikisi aiddir. Rusiya Qaradənizdə hərbi donanma saxlamaq hüququndan məhrum edildi. Qaradəniz bütün Paris. Bəli, Paris. 1800. Bəli. Verilənlərin hər iki aid. Rusiya Napolyon tərəfindən Avropada həyata keçirilmiş işğalları tanıdı. İkinci Türkləşik Fəndən qoşuldu. Tizid. Bir dəqiqə. Tüzlükdə bəli, düzdür. Daha əvvəl olmuşdur. Yaponiyada ilk konstitusiyanın qəbulu 1887 idi. 1889. 89. Çində ikinci tiryək 56-60. Bəli, 40-42 birincidir, 56-62-cidir, 50-64 də təlqinlərdir. Birinci Rus inqilabının başlanması 1905 7. Bəli. Siyokun rejimindən. Onda cavab C-dır da. 1905-7 düzdür. Stolypinin aqrar islahatları 1906-dır. ABŞ-ın Siyokun rejimi ilə müqaviləsi də 30-larda olmalıdır. 1830. Sən nəyi götürdün birinci olaraq? C-ni. O 1900-lərdə daxil.
Onda 1800 isə D-dır da, ABŞ-dır, Siyonqun bəli. rejimlə müqavilə. 1833 idi, səhv etmirəmsə. Oldu. 173. Şimali Amerikada 1775-1783-cü illərdəki istiqlaliyyət müharibəsinin nəticələrinə aid deyildir. Dəqiqə. ABŞ-da müstəmləkə idarə sistemi ləğv edildi. ABŞ-da onların Y'dir. ABŞ-da hə, düzdür, quldarlıq qalır. Quldarlıq ləğv olunacaq Linkoln dövrü 1800-lərdə. Aid Bəli, deyil. 60. Mhm. Bəli. Bağdad yaxınlığında Kütül Amarı və Yorktown döyüşlərinə aid oxşarlıq. İngilis ordusunun məğlubiyyətə uğradılması. Bəli, doğrudur. Lamarə nə Rus vaxt imperator danışın? Kütül Amarı birinci yox bir dəqiqə. Nə vaxtdır? Deyirsən, Unutdum mən. 1916 Birinci Dünya müharibəsindədir. Hə, bəli. Yorktown isə 1781 Amerika, İngiltərə. 175. Rus imperatoru 1-ci Nikolayın hakimiyyət dövrü üçün xarakterikdir. 1-ci Nikolay azad taxılçılar haqqında fərmanın verilməsi. Bir dəqiqə, xarakter. Yox, azad taxılçılar Aleksandra düşür. 1803-də idi. 1801-25 birinci Aleksandrdır. Sən elə ki 25-dən 55-ə qədər olan hadisən götürəcəksən. Onda ilk manufakturanın yaranması. Rusiyada ilk manufakturanı mı deyirsən? Yox, Hə, Şimali Azərbaycanda. ilk Hə, 1827-dir. 1827 Şəki. Xanabad manufakturası. Düzdür. Hə, bitdi. 15 dənə oldu. Oldu mu 15 dənə? 180-də idi axı elə bir 15 dənə. Yox, 60-dan 75-ə kimi 15 dənə olur. 5-in də oxu bütöv olsun da 180. Yoruldun? Hə, yuxum gəlir. Yaxşı. Bir dəqiqə qoy bu yazmanı dayandır.